İyunun 27-sində Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülən Azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb. İTV xəbərin əraziyə ezam olunan Rusiya üzrə xüsusi müxbirinin verdiyi məlumata görə Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi Ekspertiza Bürosunun meyitxanasından almasını həyata keçirir. Hal-hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri gedir. Bugün Yekaterinburqda iyunun 27-sində Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən Azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının cənazələrinin təhvil verilməsi prosesi başlayıb. Hal-hazırda biz İTV xəbər olaraq cənazələrin olduğu Yekaterinburqun Məhkəmə Tibbi Ekspertiza Bürosundayıq. Cənazənin təhvil alınması ilə Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu məşğul olur. Konsulluğun əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri və həlak olanların yaxınları cənazələrin olduğu morqdadırlar. Hazırda sənədləşmə işləri aparılır. Sənədləşmə işləri tamamlanan kimi cənazələr təhvil veriləcək və təhvil veriləcəyi təqdirdə bugün axşam Bakı-Yekaterinburq reysi ilə Azərbaycana göndəriləcək. İTV xəbər olaraq bu prosesi izləyirik. Növbəti buraxılışlarımızda Azərbaycanlıların cənazələrinin təhvil alınması və Azərbaycana göndərilməsi barədə ətraflı məlumat verəcək.